Azərbaycanda əyləc mayesinə düşünürəm ki, çox az diqqət yetirilir. Əyləc mayesi ümumiyyətlə nə qədərdən bir dəyişilməlidir? Əyləc mayesinin standartları haqqında biraz məlumat verəcəm. Əyləc bildiyiniz kimi ən vacib hissədir. Amma əyləc sisteminə o qədər də diqqət yetirilmir. Burada görürsünüz, ümumiyyətlə əyləci yoxdur. Düzdür, motosikl çoxdan gəlib və çoxdan dayanan bir motosikildir. Əyləci bir çox insanlar ancaq bu qabda olanı dəyişirlər. Bu düz deyil. Gərək bütün sistem dəyişilsin. Çünki əyləc köhnə olduqda onun qaynama temperaturu aşağı düşür və siz sərt enişlərdə və yaxud da ki, dolaylarda, aşırımlarda əyləcdən çox istifadə etdikcə əyləc mayesi qaynaya bilər və əyləciniz sıfıra düşə bilər. Bunun da sonu bildiyiniz kimi yaxşı deyil. Ona görə də qabı açıb azı 3 dəfə bu qabı boşaltmalısınız ki, sistemdə əyləc mayesi tam dəyişsin. Əyləc mayesinin standartları var. DOT 3, DOT 4, DOT 5, DOT 5.1. Bunlar fərqli standartlardır. Hər bir motosikl istehsalçısının, əyləc sisteminin istehsalçısının öz tövsiyəsi var. DOT 4 adətən tövsiyə olunur və həmin əyləc mayesindən də istifadə etməlisiniz. Bunlar nə ilə fərqlənir? Qaynama temperaturu ilə. 160, 170, 200 dərəcədə qaynaya bilir. Əyləc mayesi ümumiyyətlə higroskopik bir mayedir. Ətraf mühitdən rütubətdə olan mayeni özünə çəkir, suyu özünə çəkir və tərkibində su çoxaldıqca onun qaynama temperaturu da aşağı düşür və bununla da əyləc mayesinin keyfiyyəti aşağı düşür. Motosikl istehsalçıları 2 ildən bir deyirlər, amma mənim tövsiyəm budur ki, ildə bir dəfə heç olmasa dəyişin ki, bu sizin təhlükəsizliyinizin zəmanətidir. Deməli, qapağın üstündə yazır ki, ancaq DOT 4 əyləc mayesi istifadə edin, möhürlənmiş qabdan. Qabda əyləc mayesini dəyişməmişdən əvvəl rezin hissəni silin, qapağı silin və bununla da əyləc mayesini dəyişin. Çox vacib bir məsələdir ki, nəyə görə deyir ki, möhürlənmiş qabdan istifadə edin? Ona görə ki, dediyim kimi, əyləc mayesi higroskopik bir mayedir. Rütubətdən, ətraf mühitdən suyu özünə çəkən bir mayedir. Əyləc mayesi uzun müddət qaldıqca suyu özünə çəkə bilir və bununla da keyfiyyətini itirir. Və gördüyünüz həmin o ətraf mühitdən gələn nəm və su bu vəziyyətə əyləc mayesini salır. Bu da əlbəttə ki, sizin əyləc sisteminizə mənfi təsir edir. Onun dediyim o su və nəmişlik budur.